o insanlara görə dua eləyin və o insanlara minnətdar olun. Vəssalam. Çünki bu onun əks enerjisini qaytarır onlara. Yəni siz onda götürmürsünüz o enerji. Yəni siz vermirsiniz enerjini. Siz o enerjini özünüzdə yaradırsınız. Ümumiyyətcə mən həmişə insanlara tövsiyə bilirəm ki, şükürlü olun. Biz heç şükürlü deyilik axı. Yadımızdan çıxır şükürlü olmağa. Cavanıq, gözəlik, ağıllıyıq, oxuyuruq, yaşayırıq, nə bilim, olan bir şeylərimizə dəyər vermirik. Çünki xəyallarımızla yaşayırıq. Çünki xəyallarımızı bugünkü günümüzdən çox üstün tuturuq. Özümüzü xəyallarımızla müqayisə edirik, hansısa obrazlarla müqayisə edirik, olmayan bir şeylərlə müqayisə edirik. Ona görə də gündəlik qalibiyyətlərimizi qiymətləndirmirik, bacarıqlarımızı qiymətləndirmirik. Nə qədər bir şeylər həyatda aşmışıq, nə qədər bir şeylərə qalib gəlmişik, onlara biz adi bir şey kimi baxırıq. Yəni, adi bir şeydir də, elə hamı da eləyir də, mən də eləmişəm də. Axı elə deyil. Hər bir insanın öz həyatının öz draması var.